Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademiyinin Azərbaycan dili müəlliməsi Saylova Xalidə. Gəlin sizlərlə keçək mövzu izahına. Bizim bugünkü mövzu izahımız nitq hissələrindən isim olacaqdır. İsmə başlamamışdan əvvəl belə bir məlumat verək ki, qrammatika nədir? Ümumiyyətlə şagirdlər, qrammatika bizim dilçiliyimizin ən böyük şöbələrindən biridir. Qrammatika özü də iki yerə bölünür: morfologiya və sintaksis. Morfologiyada biz öyrənəcəyik nədən? Nitq hissələri, nitq hissələrinin yaranmasından, onların quruluşundan, onların formasından, dəyişmə xüsusiyyətlərindən. Sintaksisdə isə öyrənəcəyik biz söz birləşmələri, cümlələr, mətnlər. Bunlar isə sintaksis bölməsində öyrənilir. Bəs nitq hissəsi nə deməkdir? Gəlirik bizə əsas lazımdır morfologiya. Çünki isim nitq hissəsidir və nitq hissəsi də harda öyrənilir? Morfologiyada öyrənilir. Bəs nədir nitq hissələri? Uşaqlar, sözlərin ümumi qrammatik mənalarına görə müəyyən qruplara bölünməsidir. Nədir bəs ümumi qrammatik mənasına görə qruplara bölünməsi? Yəni biz bilirik ki, biz nitq hissələrinə tərif verəndə, məsələn, sifət olsun, isim olsun, deyirik ki, ümumi qrammatik mənasına görə əşyanın adını bildirənlər isimdir. Ümumi qrammatik mənasına görə əlamət bildirənlər sifətdir. Ümumi qrammatik mənasına görə hərəkət bildirənlər feildir. Yəni, ümumi qrammatik mənalara görə bölünmək o deməkdir ki, əlamət bildirənlər bir qrupa bölünür. Məsələn, əşya bildirənlər bir qrupa bölünür və adına isim qoyulur, sifət qoyulur. Bu mənaya gəlir. Nitq hissələrindən isə keçək əsas isimə. Nədir isim? Lövhəmizi təmizləyək. Bayaq da qeyd elədiyim kimi, isim ümumi qrammatik mənasına görə qısa şəkildə yazacağam. Çox vaxt getməsin. Mənasına görə əşyanın adını bildirir. Nə deməkdir əşya? Yəni qrammatikada, ümumiyyətlə nitq hissələrində əşya, yəni isimdə əşya nə deməkdir? Yəni burada sadəcə həqiqətən də əşyadan mı nəzərdə tutulur? Yəni qələm olsun, kitab olsun, dəftər olsun. Xeyr. İsimdə əşya, yəni qrammatikada əşya dedikdə bura canlı, cansız varlıqlar daxildir. Yəni insan da, canlı varlıqda, cansız varlıqda, əşyada, bitkidə, qələmindən tutmuş hər bir şey, yəni əşya ad bildirənlər qrammatikada yəni əşya adlandırılacaq. Yəni qələmin adı nədir? Qələmdir. Məsələn, qara nədir? Məsələn, qara, əgər qələm qara rəngdədirsə, qara onun əlamətidir, rəngini bildirir. Qara nədir? Əlamətdir. Bəs əşya dedikdə, adı dedikdə, qələmin adına nə deyirik? Biz qələm deyirik. Həmin bu ad hissəsi isimlərə məxsusdur. İsimlər sualları kim, nə və hara sualları verilir. Amma biz bəzən ola bilər ki, digər nitq hissələri kim, nə suallarına cavab verə bilər və bəzən götürərik həmin nitq hissələrini sifət və yaxud da ki, daha doğrusu isim götürə bilərik, amma nitq hissəsi olaraq sifət ola bilər, say ola bilər, əvəzlik ola bilər. Ona görə də biz onun əsas daşıdığı ümumi qrammatik mənaya baxacağıq. Ad bildirirsə isimdir, əlamət bildirirsə sifətdir və yaxud da ki, ümumi nitq hissələrini əvəz edirsə, məsələn, əvəzlikdir. Zaman bildirə bilərsə, məsəl üçün deyirəm, və yaxud da feil hərəkət bildirə bilərsə, bunlar feillərə məxsusdur. Yəni biz əsasən nə edirik? Həmin sözün ümumi qrammatik mənasına baxırıq ki, nədir onun mənası və sonra isə cümlə daxilində, kontekst daxilində biz onun sualına baxırıq. Dedik ki, bura bütün canlı, cansız, konkret, mücərrəd, bütün varlıqlar əşya adlanır. Gəlin indi ismin xüsusiyyətlərindən bəhs eləyək. İsmin belə deyək ki, kateqoriyalarından bəhs eləyək ki, hansılardır bunlar? Birincisi konkret və konkret
Yəni konkret isimlər, ikinci mücərrəd isimlər. Uşaqlar, konkret isimlər nə deməkdir? Bu maddi varlıq olaraq var. Biz onu görə bilirik. Biz ona toxuna bilərik. Yəni biz onu gözümüzlə görə bilirik, toxuna bilirik, dada bilirik. Bunlar konkret isimlərdir. Əlimizlə ona toxuna bilirik və yaxud da yəni onun toxunuşunu hiss edə biliriksə, bunlar konkret isimlərdir. Konkret isimlər konkret isimlər ismin suallarına cavab verə bilir. Yəni bütün suallar. Amma gəlir mücərrəd isimlər nədir? Maddi varlıq olaraq bu isimlər yoxdur. Biz onu toxuna bilmirik, biz onu görə bilmirik. Biz sadəcə onu nə edirik? Xəyal edə bilirik, düşünə bilirik. Bunlar isə mücərrəd isimlərdir. Mücərrəd isimlər yalnız nə sualına cavab verəcək. Yalnız nə sual olacaq. Gəlin konkret isimlərə nümunə çəkək. Məsələn, ağac, insan, qələm, kitab. Bunlar meyvələr, fərq yoxdur. Yəni toxuna bildiyimiz, görə bildiyimiz, dada bildiyimiz konkret isimlərdir. Bəs nədir mücərrəd? Dedik ki, toxuna bilmədiyimiz. Məsələn, arzu. Biz arzunu toxuna bilirikmi? Xeyr. Xəyal, istək. Bunlara toxuna bilmirik. Və yaxud da duyğu, hisslər. Biz bunlara toxuna bilmədiyimizə görə bunlar mücərrəd isimlər deyilir. Bəzən elə isimlər var ki, biz həm onları konkret kimi düşünə bilərik, həm də onları mücərrəd isim kimi düşünə bilərik. Məsələn, gəlin yazaq. Baxın uşaqlar, əgər analıq, atalıq, qardaşlıq, bacılıq bunlar hissdirsə, yəni analıq hissi, qardaşlıq hissi, bacılıq hissi hissdirsə mücərrəddir. Və yaxud da yox əgər analıq, atalığı, məsələn, kiminsə analığı, ögey anası, atalığı, qardaşlığı, bacılığı, yəni ögeydirsə, bu belə deyək də, həmin analıq, atalıq, qardaşlar, yəni var, hal-hazırda varlar, yaşayırlar. Yəni biz onlara toxuna bilirik, görə bilirik və insandırlar, belə deyək. Yəni biz onu görə bilirik, toxuna bilirik. Ona görə də analıq hissi, atalıq hissi, qardaşlıq, bacılıq hissi deyərsə, hiss deyərsə mücərrəd olacaq. Yox, analığı, atalığı, qardaşlığı deyərsə konkret olacaq. Və saat necə işlənir, ağıl necə işlənir, ay necə işlənir? Əgər ay göydəki aydırsa, biz göydəki ayı görə bilirik. Bu nədir? Konkretdir. Yox, əgər aydırsa, yəni 30 gündən, 29-28 gündən ibarət, günlərdən ibarət bildirən aydırsa, bu nədir? Biz onu görə bilmirik, toxuna bilmirik və bu mücərrəd olur. Və yaxud da ağıl. Əgər insanın dərrakəsi, düşüncəsi kimi mənası varsa, bu mücərrəddir. Yox, əgər malqaranın saxlanıldığı yer kimi mənasını verirsə, konkretdir. Eyniliklə saat da. Yəni zaman mənasında mücərrəddir, qola taxılan saat mənasında, yəni əşya mənasında isə konkret deməli olur. Biz konkret və mücərrəddən danışdıq. Gələk digərlərinə baxaq. Ümumi isimlər və xüsusi isimlər. Uşaqlar, nədir ümumi isimlər? Ümumi isimlər odur ki, yəni eyni cinsli əşyalara verilən addır ümumi isimlər. Məsələn, maşınlar,
tutalım kitablar. Kitablar çoxdur, yəni bir neçə dənədir, yəni eyni cinslidir və ona kitab adı verilmişdir. Və yaxud da ki, qələm olsun, telefon olsun, fərqi yoxdur. Bəs xüsusi isim nədir? Həmin o ümumi isimlərdən biri artıq fərqlənir öz xüsusiyyətinə görə, biri digərlərindən fərqlənir və ona xüsusi isimlər deyilir. Yəni belə dedikdə, eyni cinsli əşyaları biz bir-birlərindən fərqləndirməkdən ötürü onlara xüsusi adlar veririk. Verilən adlar var ki, bu da xüsusi isimlər deyilir. Ümumi isimlər isə eyni cinsli əşyaların adlarını bildirən sözlərə ümumi isimlər deyilir. Bəzən uşaqlar, ümumi isimlər xüsusi isimə çevrilə bilir. Nə deməkdir? Məsələn, bizim bildiyimiz arzudur, xəyaldır, vüsaldır, vəfadır. Gördüyümüz kimi bunlar balaca hərflə yazılır. Yəni xüsusi, daha doğrusu ümumi isimlərdir. Yox, biz bunu xüsusi ismə necə çevirə bilirik? İnsan adı olaraq. Məsələn, arzu insan olduqda, insan ismi bildirdikdə, adı bildirdikdə və yaxud da xəyal olsun, vüsal olsun, vəfa olsun. Baxın, gördünüzmü? Ümumi isimləri biz nə edirik? Xüsusi isimlərə. Yəni, insan adına çevirdikdə xüsusi isimlər olacaqdır. Bir də xüsusi isimləri ümumi isimlərə keçirə bilərik ki, məsələn, badamlı xüsusi isimdir. Sonradan onu bilirik ki, içkilərin adına qoymuşlar. Yəni, badamlı içki mənasında, yəni su mənasında bildirdikdə ümumidir. Yox, əgər bölgə ərazi bildirdikdə isə xüsusidir və yaxud da bu tipli, məsələn, kalaşnikov var, sirap var və yaxud da şampan var ki, bu sözlər xüsusi sözdür, xüsusi isimlər, ümumi isimlərə nəmişdir, keçmişdir. Biz deyirik ki, ümumi isimlər, belə deyək də, daha doğrusu xüsusi isimlər amonimi, sinonimi, antonimi olmur. Məsələn, ümumi isimlərin olurmu? Olur. Amma xüsusi isimlərin amonimi, sinonimi, antonimi olmur və gəlin yazaq, qeyd edək ki, isimlərin homonimi, siz də qeydlərinizi götürün, sinonimi, antonimi olmur. Xüsusi isimlər cümlənin harasında gələrsə, istəyir başında, ortasında, sonunda necə yazılır? Böyük hərflə yazılır. Ümumi isimlər isə necə yazılır? Kiçik hərflə yazılır. Bir də onu qeyd edim ki, uşaqlar, bəzən başqa nitq hissələri də xüsusi isim ola bilər. Məsələn, sifət. Biz bilirik ki, mehriban nədir? Mehriban insan. Necə insan? Oldu nə? Necə sualına cavab verir? Nitq hissəsi olaraq sifətdir. Amma biz mehribanı insan adı kimi düşündükdə artıq olacaq xüsusi isim. Amma nitq hissəsi olaraq sifətdir. Xüsusi isim olacaqdır. Və xüsusi isimlərə qoşulur bəzən leksik şəkilçilər. Düzdürmü? Leksik şəkilçilər qoşularkən onu ümumi isimlərə də çevirə bilər. Məsələn, Azərbaycan nədir? Xüsusi isimdir. Biz Azərbaycana leksik şəkilsi Azərbaycanlı artırsaq, artıq nə edəcək? Ümumi ismə keçəcəkdir Azərbaycanlı. Bir də bunu uşaqlar qeyd edim ki, xüsusi isimlərdə cəm şəkilçisi, larlar şəkilçisi artırıla bilər. Bu zaman yenə də böyük hərflə yazılacaq. Məsələn, Nizamilər, Füzulilər. Məsələn, ölməz könül, ölməz əsər, Nizamilər, Füzulilər. Bu məsələn nümunəni biz göstərə bilərik. Nədir? Deməli, xüsusi isimlərə artırılan
cəm şəkilçisi zamanı yeni böyük hərflə yazılır. Xüsusiyyətlərinə baxaq. Xüsusi isimlər konkret olur. Amonimi, sinonimi, antonimi olmur. Bəzən başqa nitq hissələrdə xüsusi isim kimi nə edər? İşlənə bilər və biz ona şəkilçi artıraraq, yəni xüsusi isimə şəkilçi artıraraq onu ümumi ismə çevirə bilərik. Eyniliklə cəm şəkilçisi ilə də işlənə bilər. Gəlin keçək digər bir kateqoriyaya, yəni cəm isimlərin cəmlənməsi. Uşaqlar, tək isim nə deməkdir? Yəni miqdarca, kəmiyyətcə bir dənədir. Bir dənə. Məsələn, yazdım kitab. Deməli, bir isimdir, təkdir. Miqdarı bir dənədir. Cəmlənmə nədir? Yəni, cəmlənmə hansı şəkilçi vasitəsilə olur? Lar, lər. Kəmiyyət şəkilçisidir. Mən bunun üzərinə lar gəldikdə artıq nə edir? Kitabın miqdarı artır. 2 və daha çox olur kitablar. Yəni, kəmiyyətində dəyişiklik baş verir. Deməli, tək isimlər miqdarca, kəmiyyətcə bir dənə olur. Cəm isimlər isə larlar şəkilçisi vasitəsilə düzəlir. Bir də var toplu isimlər, uşaqlar. Toplu isimlər nədir? Toplu isimlər məzmunca, mənaca, yəni məzmununda kəmiyyət fərqi olur, yəni çoxluq olur. Amma o qrammatik cəhətdən, görünüş cəhətdən, forma cəhətdən, daha doğrusu belə deyək, tək olur. Məsələn, yazaq ki, əhali. Məsələn, yazaq sürü, ilxı. Məsələn, yazaq cəmaət. Bunlar nümunədir. Yəni, toplu isimlər, üzr istəyirəm, neyiniyib? Onların məzmununda cəmlik vardır. Amma görünüşcə nədir? Təkdir. Yəni, formaca tək olur. Larlar şəkilçisi olmur. Bəs yaxşı, biz toplu isimlərə larlar şəkilçisi artıra bilərikmi? Artıra bilərik. Olar. Məsələn, sürülər. Baxın, sürü onsuz da çoxluq bildirir, kəmiyyətcə. Yəni, miqdarca tərkibində, məzmununda çoxluq bildirir. Məsələn, qoyun sürüsü deyə bilərik, düzdürmü? Bir də var sürülər. Artıq bir qoyun sürüsü, ikinci qoyun sürüsü, üçüncü qoyun sürüsü. Yəni ki, hər bir çobanın, məsəl üçün, 3 dənə çoban var, hər bir çobanın özünə məxsus qoyun sürüsü var. Və sürüdə nə qədər çoxlu qoyunlar olur, düzdür? Yəni, larləri, məsələn, bəzən şagirdlər qarışdıra bilər ki, məsələn, müəllim, bəs sürü necə ola bilər ki, sürülər eyni mənanı verməzmi? Xeyr, yəni belə deyək ki, hər bir çobanın, məsələn, 3 çobanın hər kəsin öz sürüsü var və həmin o 3 sürüyə bir yerə sürülər mənasını verilir. Bəs hansılar cəmlənmir? Əhali, cəmaət, gəlin qeyd edək. Əhali, cəmaət. Gözür istəyirəm uşaqlar. Qeyd elədim uşaqlar. Deməli, əhali, cəmaət və ictimaiyyət sözünə larlar şəkilçisini artıra bilmərik. Yəni, onların formaca larlar şəkilçisini işlədə bilmərik. Gəlin belə bir söz izahda verim ki, əgər yəni bu söz görünüşcə, yəni formaca təkdədirsə, larlar şəkilçisi yoxdursa, belə deyək, bu sözü götürməyin, məsələn, sürü sözünü götürək. Xəbəri də nədir? Təkdə olacaqdır. Məsələn, sürü gəldi. Gördükmü? Məzmununda çoxluq olsa da, formaca larlar şəkilçisi varmı? Yoxdur. Deməli, xəbərdə də olmayacaq. Yox, əgər sürülər desək, neynədir? Formaca larlar şəkilçisi artırdı. O dəqiqə xəbərinə də larlar şəkilçisi artırılacaqdır. Bəzi sözlər vardır ki, şagirdlər, məsələn, həkim, yəni peşə bildirir, lıq şəkilçisi artırılır həmin bu sözlərə. Həkim olsun, rəssam olsun, bu kimi sözlərə lıq şəkilçisi artırılır, neyinir? Peşə bildirir, sənət bildirir. Və bu sözlərə, uşaqlar, larlar şəkilçisi artırmaq olmaz. Yəni, bu tipli sözlər cəmlənmir. Və gələk lar şəkilçisinin tələffüzünə.
Əgər sözün sonu d, n, r, s, ş, t və z samitləri ilə bitərsə, onun üzərinə ladlər şəkilçisi gələrsə, necə tələffüz olunacaq? Dar, rar, nar formasında. Məsəl üçün, yazaq qızlar. Nədir? Z varmı? Var. Necə tələffüz olunacaq? Qızlar. Və yaxud da məsələn, səslər. S varmı? Var. Lad şəkilçisi arasında necə olacaq? Səslər. Bu forma. Deməli, toplu isimlər, daha doğrusu, ladlar şəkilçisi tələffüzdə lar şəkilçisi necə olacaq? Dar, rar və nar formasında olacaqdır. Uşaqlar, bəzən şagirdlər bəzi sözlər var ki, bunları qarışdırır. Məsələn, yazaq ki, bura qarğıdalı, nar, salxım, üzüm, meşə. Bu tipli sözləri bəzən şagirdlər qarışdırır ki, toplu isimlərdir. Xeyr, uşaqlar, diqqətli olmaq lazımdır ki, toplu isimlər nəyə toplanır? Sonradan bir yerə toplanaraq həmin isimlər yaranır. Məsələn, cəmaət nəyə? İnsanlar bir yerə toplanaraq, xalq bir yerə toplanır və nə baş verir? Cəmaət adlanır və yaxud da əhali olsun, ictimaiyyət olsun. Baxın, bu tipli sözlər sonradan yaranırlar. Sürü, qoyunlar sonradan bir yerə toplanaraq sürü ismini və yaxud da ilxı, atlar bir yerə toplanaraq ilxı əmələ gətirirlər. Amma qarğıdalı olsun, nar olsun, salxım olsun, üzümdür, meşə, bu tipli sözlər isə əvvəldən, yaradılışdan belədir, toplu şəkildə yaradılıb. Deməli, toplu isimlər sonradan bir yerə toplanılır, amma bu tipli sözlər isə əvvəldən yaradılışı toplu şəkildə olduğuna görə biz bu sözləri toplu isimlər götürməyəcəyik. Bəzi uşaqlar sözlər var ki, məsələn, biz həmin sözü götürə bilərik həm toplu isim kimi, həm də götürməyə də bilərik. Məsələn, sinif sözü. Sinif sözü, deyək ki, məsələn, sinif isti idi. Nə? Sinif. Məsələn, burada sinif toplu isim deyil. Və yaxud da deyirsən ki, məsələn, Xordalılar sinifi dedikdə, burada sinif nədir? Artıq toplu isimdir. Və yaxud da kütlə narahatdır. İnsan. Burada toplu isimdir. Kütlə, insan, əhali deməkdir. Bir də deyə bilərik ki, məsələn, onun kütləsi, yəni onun çəkisi 3 kiloqramdır. Burada isə artıq toplu isim deyil. Və toplu isimlərə biz leksik şəkilçilərdə artıra bilərik uşaqlar. Məsələn, ilxı, ilxıcı olacaqdır. Yəni artıq bu söz toplu isim deyə bilməyəcəyik. Yəni biz əgər ilxı nədir? Toplu isimdir. Üzərinə ç şəkilçisi artırdıqda nə olacaq? İlxıcı. Deməli artıq peşə mənasını bildirəcək və toplu isimlikdən nə edəcək? Çıxacaqdır.